Tarix müəllimləri qəbul imtahanlarındakı suallardan narazıdırlar. Onlar sualların dəstəklərə uyğun tərtib edilmədiyini iddia edirlər. Bəs Dövlət İmtahan Mərkəzinin bu iradlara cavabı nədir? Yaxın oturun, sabah saxlamadan tərəflər studiyamızda məsələyə aydınlıq gətirəcəklər. Axşamınız xeyir. ...25 may tarixində keçirilmiş blok imtahanlarında tarix fənni ilə bağlı bir sıra problemli məqamlar gündəmə gəlib. Həm abituriyentlər, həm də fənn müəllimləri tərəfindən səsləndirilən iradlar ictimaiyyətdə xeyli narahatlıq yaradıb və məsələ ətrafında geniş müzakirəyə səbəb olub. Bəs problemin mahiyyəti nədən ibarətdir? Təhsil mütəxəssisləri və müəllimlər bildirirlər ki, tarix fənni üzrə testlərin tərtibatında müəyyən uyğunsuzluqlara yol verilib. Onların sözlərinə görə eyni məzmunlu sualların fərqli ballarla qiymətləndirilməsi abituriyentlərin imtahanda bərabər şərtlərlə iştirakına mane olur. Bundan əlavə bəzi sualların dəstəklərə uyğun gəlməməsi və məzmun baxımından ziddiyyətli olması abituriyentlər arasında çaşqınlıq və narahatlıq yaradıb. Bir çox tarix müəllimi bu vəziyyəti ikinci ixtisas qrupu üzrə ali məktəblərə hazırlaşan gənclərə qarşı haqsızlıq kimi dəyərləndirir. Onların fikrincə bu cür suallar abituriyentlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə imkan vermir. Mütəxəssislər isə testlərdəki bu nöqsanların bir çoxunun məhz tarix dəstəklərindəki sistemsizlik və ziddiyyətlərdən qaynaqlandığını vurğulayırlar. Bəzi müəllimlər iddia edir ki, yaranmış vəziyyət abituriyentlərdə psixoloji gərginlik və ruh düşkünlüyü yaradıb. İllərlə hazırlaşdıqları imtahanda belə hallarla qarşılaşmaq onların motivasiyasına və gələcək planlarına mənfi təsir göstərə bilər. Dövlət İmtahan Mərkəzi isə məsələ ilə bağlı ilkin açıqlamasında test suallarının elmi-pedaqoji əsaslarla hazırlandığını bildirib. Lakin ictimaiyyət və təhsil ekspertlərinin səsləndirdiyi iradlar fonunda əlavə araşdırmalara və ətraflı izahata ehtiyac olduğu görünür. Bəs tarix fənni üzrə blok imtahanları ilə bağlı səsləndirilən bu fikirlər nə dərəcədə əsaslıdır? Problemli suallar rəsmi şəkildə araşdırılacaqmı? Bəs zəruri hallarda imtahan nəticələrinə düzəliş edilməsi mümkündürmü? Bugün sabah saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq. Bir neçə gündür ki, sosial şəbəkələrdə tarix müəllimləri mayın 25-də keçirilən blok imtahanlarında tarix fənni üzrə tərtib olunan sualların bir neçəsində yanlışlıq olduğunu iddia edirlər və onların bir neçəsi sabah saxlamayağa, ictimai televiziyaya müraciət ediblər ki, elə sizin studiyanızda bu məsələləri müzakirə etmək istəyirik. Biz də təbii ki, bu müraciətləri nəzərə alaraq bugün ictimai televiziyanın efirində, canlı efirində, sabah saxlama studiyasında ilə müəllimlərin iştirakı ilə Dövlət İmtahan Mərkəzinin nümayəndəsinin iştirakı ilə müzakirə təşkil edir. Odur ki, ekranlara yaxın əyləşin, irəliləyən dəqiqələrdə həmin o narazılıqlar nədəndir? Biz də ilə bərabər bu barədə danışacağıq. İndi isə gəlin qonaqlarımızla yaxından tanış olaq. Dövlət İmtahan Mərkəzinin Departament Müdürü Natiq Əliyev, tarix müəllimi Sərvər Rüstəmov, 102 saylı tam orta məktəbin tarix müəllimi Ruslan Rızayev, Atatürk Məktəbinin layihələr üzrə koordinatoru, tarix müəllimi Turab Əhmədov. Söhbətimizi isə Sərvər müəllim sizinlə başlayacağıq. Bizə müraciət etmişdiniz və bir neçə müraciətlərinizi demək olar ki, bəndlərə bölmüşdünüz. Təbii ki, o bəndlərə eyni zamanda Turab müəllimin də səsləndirdiyi iradları irəliləyən dəqiqələrdə toxunacağıq. Amma mən istərdim ki, ümumilikdə bir nəzər salsaq, iradlarınız nədən ibarətdir, bu narazılıq nədən qaynaqlanır, nə sizi narahat edir? Buyurun, səsləndirin. 25 may tarixində 2 və 3-cü qrupların blok imtahanı keçirilib. Həminki imtahanda açıq səhv görünən sual, müzakirəyə səbəb olacaq, yəni səhv götürülə biləcək suallar öz əksini tapıb. Biz bu ilə bağlı həm sosial şəbəkədə müəyyən paylaşımlar elədik, həmçinin başqa bir məqam da var ki, bunlardan danışacağıq bugün ki, ikinci qruplara istifadə olunan suallardakı ümumiyyətlə seçim məsələsi, hansı suallar niyə seçilib, yəni bu şəkildə seçilib, 21 sual eyni olmaqla seçilib. Düşünün, bir imtahana girirsiniz, bir imtahanda 100 bal toplaya biləcəksiniz, eyni suala cavab verib və ikinci qrupda isə eyni suala cavab verib 150 bal toplayacaqsınız. Həmişə testologiyadan danışırlar. Yəni bunu sanki xüsusi bir elmdir, heç kəs bunu bilmir. Amma mən bunu araşdırmışam, bilirəm ki, testologiya elminin əsas 5 dənə prinsipindən birisi etibarlılıqdır. Orada yəni ki, ölçə bilmə qabiliyyətidir. Səhv olarkən onu
elan edə bilməkdir. Ümumiyyətlə biz Dövlət İmtahan Mərkəzinin şəffaf bir qurum kimi bilirik, tanıyırıq və düşünürük ki, səhv sual olduğunda bunu yəni ictimaiyyətə elan eləmək özü bir böyüklükdür. Çünki bütün ölkə üzrə çətinliklə imtahana hazırlaşan, yəni pulunu bir şəkildə sıxışdığı, belə deyək də, boğazından kəsib hazırlaşan uşaqların, valideynlərin xəyallarına, ümidlərinə travma eləmək doğru deyil. Çünki biz vətəndaş yetişdiririk, gələcəyimizin insanlarını yetişdiririk. Birinci məqam budur. İkinci məqam bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzindən bu məsələ olduqdan sonra, yəni yaxşı oldu ki, biz bunu elmi səviyyədə müzakirə edəcək bir yerə gəlib çatdıq. Yəni heç əlaqəsi olmayan hər şeyolog ekspertlər çıxırlar, tam başqa məsələlərdən danışırlar. Əsas məsələ qalır başqa yerdə. Nə dərsliyə gələ bilirlər, nə məqama gələ bilirlər. Yəni açıq bir sual səhvdir. Məsəl üçün, bir tək-tək deyəcəyik. Yəni, açıq sual səhvdir ki, məsəl üçün, elan paylaşmışıq, bu mədəniyyət bölməsindən bağlı olan sual səhvdir. Yəni, bu sualı həm şərti səhvdir, şərtinə görə cavabı səhvdir. Həmçinin bu, biz bilirik ki, Məlikə xanım deyir ki, dərslikləri biz əsas, yəni, etalondan tanış olun, bütün hamısını gətirmişəm. Etalon, model, test, nə bilim, deyək, bütün nə varsa. Qeyd edilir burada ki, hamısını biz yenə də elmi müzakirələrini istəyirik. Dərsliklərə əsaslanacaq. Dərsliyə baxanda dərslikdə həminki sualın cavabı yoxdur. Yaxşı, dərsliyi qoyduq başqa tərəfə. Elmi fakta da mən burada yanında gətirmişəm. Həminki Məhəmməd Tahir Vahidin əsərinə əsaslanıb Prezident yanında İdarəçilik Akademiyasının arxivindən bu elmi işi götürüb gətirmişəm. Burada yazılıb ki, həminki adam nə vaxt doğulub, nə vaxt vəfat eləyib, nə işlə məşğul olub. Yəni orada bu adamın Şah Abbasın, 2-ci Abbasın vəziri olmaq, baş vəziri olması məsələsi yoxdur. Yəni ki, həm testologiya elmi baxımından, həm sualın səhvi baxımından din bunu abituriyentlərin xeyrinə götürməlidir. Digər başqa suallar da var, onlar da müzakirə edə bilərik. Təbii ki, qeyd elədiyiniz bənd-bənd biz həmin o sualları da nəzər salacağıq. İrəliyən dəqiqələrdə sizinlə belə deyək, eyni həmfikir olan həmkarınız Turab müəllim də fikirləri səsləndirir. Amma mən istədim ki, Natiq müəllim sizinlə davam edək. Çünki əvvəldə səsləndirdiyi qruplar məsələsi, bir suala görə fərqli qruplara fərqli balların verilməsi, sualların, testlərin tərtibində nələr nəzərə alınmalıdır? Bu iradlara, bu fikirlərə sizin münasibətinizi öyrənək. Çox sağ olun. Mən də bütün izləyiciləri salamlayıram. Dəyərli müəllimin fikirlərini də mən diqqətlə qulaq asdım. Amma hər halda öz fikirlərimi mən bu məsələlərlə bağlı bildirmək istəyirəm. Əvvəla onu demək istəyirəm ki, hər bir qrup daxilində müsabiqə həmin qrupa imtahan verən abituriyentlər arasında aparılır. İkinci qrupun abituriyenti, üçüncü qrupun abituriyenti ilə hansısa bir müsabiqəyə girmir. Ona görə ikinci qrupda qiymətləndirmə və üçüncü qrupdakı qiymətləndirməni müqayisə eləmək, mən düşünürəm ki, biraz elə də doğru yanaşma deyil. Qaldı ikinci məsələyə, hər bir qrupda, ixtisas qrupunda bilirsiniz ki, 3 fən var. Və bu 3 fənnin həmin qrupda olan ixtisaslar üçün nə qədər əhəmiyyətli olmasından asılı olaraq 2 fən 1/5 çək əmsalı ilə, üçüncü fən isə 1 əmsalı ilə burada nəzərə alınır. İndi müəllim qeyd elədi, ikinci qrupda daha çox Azərbaycan tarixindən imtahanlar verilir, imtahanda suallardan istifadə olunur və orada 5 sual Azərbaycan tarixindən fərqlidir. İndi gəlin nəzər salaq, bu ikinci qrup əsasən iqtisadiyyat və idarəetmə ixtisaslarıdır. Burada baxaq fənlərə. Riyaziyyatdır, coğrafiyadır, tarixdir. İndi bu 3 fənnin arasından biz seçim eləməliyik ki, 2 fən əsas hansıdır, biri əlavə fən hansıdır. İndi mən bilmirəm, nə qədər biz burada gələcək iqtisadçı üçün, gələcək idarə edici üçün biz riyaziyyatla coğrafiya mı daha önəmlidir, yoxsa tarix mi daha önəmlidir? Natiq müəllim, fikrinizi bir balaca dəqiqləşdirmək istədim. Qeyd edədiniz ki, biraz doğru deyil. Amma sanki doğru tərəfi varmış. Ümumiyyətlə doğru saymırsınız Səlvə müəllimin yanaşmasını, yoxsa o biraz doğru ifadəsi mənə də qaranlıq qaldı. Yox, bilirsiniz, üçüncü qrupun abituriyentləri öz aralarında müsabiqəyə girir. Bəli. İkinci qrupun abituriyentləri öz aralarında girir. Bunlarla müqayisə eləmək... Yəni, istənilən adı doğru hesab etmirsiniz. Mən bilirsiniz necədir? Düşünün ki, məsələn, mən sizdən soruşuram ki, Zimbabvenin paytaxtı haradır
Məsələn, siz cavab verəndə 5 bal verirəm, o cavab verəndə 3 bal verirəm. Yəni demək istəyirəm, testin özünün testologiya elmində yəni yoxladığı bir kurikulum şeyi var da, səviyyəsi var. Yəni yoxlayır. Yəni bu 5 ballıq sualı yoxlayır, yoxsa 3 ballıq bilgini yoxlayır. Yəni ki, demək istədiyim şey budur ki, testologiya elmində bir məqam sualın ölçə bilmə qabiliyyətidirsə, ikinci bir məqam səhv sualın tərtib edilməməsidir ki, əgər edilibsə də ki, bunu düzəltmək məsələsi. Əvvəlki illərdə belə məsələlər olubmu? Yəni belə deyək də, məsələn, Dövlət İmtahan Mərkəzi indi ən son bu bizim çıxışlarımızdan, valideynlərin, abituriyentlərin narazılığından sonra bu birinci qrupda səhv olanda elə müəllim Natiq müəllim özü tez tələsik elan elədilər ki, birinci qrupda sualda səhv var da, bir riyaziyyatda biz səhvi tapdıq. Tez tələsik deyilmi? Operativ reaksiya. Operativ da, yəni tez bir şəkildə. Tez tələsikdə biraz da eyham var da. Hə, yaxşı. Və elan elədilər ki, riyaziyyatda səhv var. Biz bunu elan eləyirik. Amma mən demək istədiyim şey budur ki, yəni hər bir halda Dövlət İmtahan Mərkəzi apellyasiya ilə səhvləri düzəldirsə, indi də sualı elmi şəkildə, məsələn, Mələkə xanım demişdi ki, rəsmi müraciət eləyin. Mən rəsmi müraciətini də eləmişəm. Yəni gözləyirəm ki, bunu, yəni həm bu verilişdə, həm də sonrasında danışaq, müzakirə eləyək. Buyurun Natiq müəllim, fikirlərinizi tamamlayın. Mən dəyərli müəllimimizin diqqətinə çatdırmaq istəyirəm ki, yəni Dövlət İmtahan Mərkəzi istədiyi sualı səhv, istədiyi sualı düz hesab eləmək elə bir Dövlət İmtahan Mərkəzində bunlar prosedurlar qaydadır, müəyyən prosedurlardan keçməlidir. Hamımız çox gözəl bilirik ki, hər bir imtahan vaxtı qapalı şəraitdə ekspertlər həmin o suallara son baxış eləyir, imtahana gedir. O suallar nəşriyyata gedir, nəşriyyatda çap olunur və təbii ki, tutaq ki, Word-dən PDF-ə keçir. Orada o bir dəfə olmuşdu ki, hansısa bir barabanda bir nöqtə olmuşdu, arası vaxtı ilə ləkə düşmüşdü, əgər müəllimlər xatırlayırlarsa. Yəni, bu problemlər olmaması üçün imtahandan sonra həmin imtahanda oradan çap olunub abituriyentə gedən kitabça verilir həmin o gələn müstəqil ekspertlərə ki, onlar onları baxsınlar. Və həmin o müstəqil ekspert baxırsa və orada şablonu təsdiq edirsə ki, bu etalamlar hamısı düzdür, Dövlət İmtahan Mərkəzinin ixtiyarı yoxdur ki, o. Desin ki, o ekspert bunu təsdiq edir ki, düzdür, mən deyim ki, o səhvdir. Daxili yəni, bu riyaziyyat sualında həmin məsələ necə baş verdi? İmtahandan sonra gələn ekspert o da aşkar elədi ki, burada riyaziyyat cəhətdən korrekt qoyulmuyor məsələ. Və o da orada onun hamısının axırda protokol yazır. O protokolda yazır ki, filan sualda riyaziyyatdan belə bir qeyri-korrekt qoyulma var. Və onun əsasında Dövlət İmtahan Mərkəzi, mən baxmayaraq özüm riyaziyyatçı olsam da, ekspert onu yazıb təsdiq eləməsə, mən onu elan edə bilməm. Gəlin bu, belə deyim, bu mübahisə barədə, bu müzakirə istiqamətində Tural müəllim sizdən fikir alaq. Sərvər müəllim qeyd edir ki, ikinci və üçüncü qruplara verilən eyni suallara görə fərqli balların verilməsini doğru hesab etmir. Natiq müəllim isə bu məsələ ilə qəti razılaşmır və sizin yanaşmanız necədir? Hər birinizə salamlayıram ilk öncə. Bir düzəliş etmək istəyərdim. Dünya məktəbinin layihələr üzrə koordinatoru və tarix müəllimi Turab Əhmədov. Tam olaraq dinlədim sizi. Bir məsələni qeyd etmək istəyirəm ki, əvvəllər bildiyiniz kimi ikinci qrupda yalnız Azərbaycan tarixi idi. Ümumi tarix daha sonra əlavə olundu və üçüncü qrupda həm Azərbaycan tarixi idi, həm ümumi tarix. Və buna görə ikinci qruplar nisbətən üçüncü qrup əsasən daha asan hesab olunurdu. Çünki orada ümumi tarix düşmürdü. Və bir çox şagirdə görə ümumi tarix daha qəliz olur. Çünki orada sülh müqavilələri, döyüşlər, hökmdarlar, dövlətlər və s. falan. Amma ikinci qrupa ümumi tarix əlavə olunandan sonra üçüncü qrupla bərabərləşdi. Amma biz eyni sualları görüb İkinci qrupda eyni sualları həm Azərbaycan, həm ümumi tarix 100 bal verdiyimiz halda üçüncü qrupa 150 bal verəndə artıq orada bərabərlik prinsipi pozulmuş olur. Və mən bir statistik orada 5 dənə sual Azərbaycan tarixindən ikinci qrupda artıqdır. Yəni ümumi tarix 5 dənə sual tutaq ki, üçüncü qrupdansa, onların əvvəlinə 5 dənə sual. Elə bu məqamda deyim ki, mən elə gəlməmişdən qabaq statistikanı çıxartdım. May ayında olan qəbul imtahanına əsasən ikinci qruplarda Azərbaycan tarixi 16 sual, ümumi tarix 11 sual, üçüncü qruplarda Azərbaycan tarixi 18 sual, ümumi tarix 9 sual. Yəni ikinci qruplarda ümumi tarix üçüncü qruplardan 2 dəfə çoxdur. 11 sual ikinci qruplarda da ümumi tarixdən, 9 sual üçüncü qruplarda və 16 sual Azərbaycan tarixindəndir və 18 sual isə üçüncü qrupdan Azərbaycan tarixindəndir. Yəni situasiyasız olan məsələ budur. Və burada məsələn biz görürük ki, ümumi tarix sualları ikinci qrupda daha çox. Bir məqam deyim, sonra əgər mümkünsə. Buyurun, qısa. Yəni bir sizcə, biz yəni keçən dəfə mən görürəm ki, bunu danışanda, yəni bu söhbət axırda gedib çıxır ki, biz çox uşağı imtahan eləyirik.
Çox inşallah imtahan edildi. 25 min abituriyent var ikinci qrupda. 14 min də yer var. Biz bunları kəsməliyik. Aydındır. Kəsmək üçün bir müsabiqə olsun deyə onlara çətin sual salırıq və belə də davam edirik. Yəni bunun deməkdə heç bir sıxıntı yox. Bunu deyə bilərlər. Məsələ budur ki, testologiya elminin birinci şərti odur ki, səhv sual olanda bunu etiraf etmək. İkinci məsələsi budur ki, bir sual fərqli qrup üçün fərqli balı, fərqli qrup üçün fərqli balı deməz. Bir sual müəyyən bir bacarığı biliyi ölçür. Yəni bu demək deyil ki, misal üçün siz eyni şeyi bundan soruşduğunuz zaman ona çox bal verirsən, buna az bal verirsən. Yenə də bunu əsaslandırasa olsalar ki, biz Azərbaycanda özümüz üçün bir testologiya açmışıq, biz belə eləyirik. Okey, buna da razıyıq. Əgər belədirsə, indi hər halda belə bir qayda qoymamışsınız ki, biz səhv sual olanda da etiraf eləmirik. Yəni birinci səhv suallar danışaq yəni. Buyurun Ruslan müəllim, bu məsələyə sizdən fikir alaq. Əvvəla, bütün izləyiciləri salamlayıram. Tural müəllimin fikrinə iradımı bildirmək istəyirəm ki, Tural müəllim... Turab müəllim, bəli. Turab müəllim nəyə görə situasiyasız, yəni bu sualların sayını hesablayır? Çünki 3-cü qrupda bildiyimiz kimi situasiya sualı ümumi tarix dərsliyindən düşür və orada 3 sual əlavə olunur. Qeyd etdiyi 9 ümumi tarix sualının üstünə 3 də gələndə əslində bu 12 sual eləyir ümumi tarixdən. Yəni orada verdiyi statistik məlumatda da... Amma Azərbaycan tarixindən saldığınız sual var ya, məsəl üçün bağışlayın. Xanlıqlar dövrünə, bəli. Situasiya ilə bağlı suala deyim. Düşünün ki, o qədər tələsik suallarda fərqli seçim eləyiblər ki, bax bu da müzakirə səbəbidir. Ümumi tarixdən heç bir xəritə salmıyıblar. Gəlin belə deyək, siz danışanda Ruslan müəllimi dinləyək, ona görə Ruslan müəllimi dinləyək, sonra qədər. Yox, özür istəyirəm. Baxın, siz məsələni qoydunuz bir dənə, bu 2 dənə qrupda fərqli ilə bağlı və Azərbaycan və ümumi tarixin çəkilərinə və say fərqinə. O da məlum oldu ki, siz onu təhrif eləyib, Turab müəllim başqa şey deyirsiniz. Yox, mən xahiş edirəm, gəlin bu məsələni bitirək də. Səhv suallar yox, çox üzr istəyirəm. Bitirmə məsələsini gəlin burada belə deyək də, sualları mən verirəm və yox, yəni ki, artıq müəllim keçdi səhv sualları. Vaxtımız qalıb hələ saat 10-a qədər buradayıq. Səhv suallara keçib səhv Ruslan sualları müəllimi dinləyək, biz artıq imkan vermədik ki, ona danışsın. Yəni mən Turab müəllimə sual vermək istəyirəm ki, yəni o 3 sualı nəyə görə sualların içərisində statistikada nəzərə alınır? Yəni üzərinə gələ bilərəm. Üzərinə gəlim deyim o zaman. İkinci qrupda Azərbaycan tarixi 19, üçüncü qrupda 18, ikinci qrupda ümumi tarix o zaman olur deməli 11, üçüncü qrupda 12. Cəmi bir sual fərq. 9 üstə gəl, yəni 9 sual. Cəmi bir sual fərq. Yəni 12 üçüncü qrupda, digərində isə 11. Cəmi yəni yenə də 9 fərq. rəqəmi eləmir orada. Yəni bir sual fərq eləyir də, bir sual. Bir sual eləmir axı müəllim. Biz situasiya sualı 3 sual hesab olunur. Baxın, Əziz tamaşaçılar, İsrail Televiziyanın canlı efirində Sabah Saxlamaya studiyasında mayın 25-də keçilən blok imtahanlarında tarix fənni üzrə verilən suallarda səhv olduğunu iddia edir tarix müəllimləri. Və elə hazırda Sabah Saxlamaya studiyasında Dövlət İmtahan Mərkəzinin departament müdürü, eyni zamanda daha bir tarix müəllimi də var və fikirlər hər iki haçalanır. Qısa fasilədən sonra qaldığımız yerdə müzakirəmiz davam edəcək. Sabah Saxlamaya davam edir. Studiyamızda tarix müəllimləri, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, eyni zamanda ilə həmkarları ilə üz-üzə oturublar. Onlar 25 may tarixində keçirilən blok imtahanlarında tarix fənlərindəki suallardakı səhvlərin olduğunu iddia edirlər. Və elə hazırda biz müzakirəmizi bir qədər əvvəl yarımçıq qalan Ruslan müəllimlə davam edəcəyik. Ruslan müəllim, sizə kimi səslənən fikirlərə, eyni zamanda iradları buyurun, ilkin olaraq sizdən fikir alaq. Deməli, həmkarımız Sərvər müəllimin irəli sürdüyü iddia belə deyək də, mədəniyyət sualı ilə bağlıdır. Məhəmməd Tahir Vahidin 2-ci Abbasın vəziri olması fikri ilə həmkarlarımız, bir qrup həmkarlarımız da daxil olmaqla razılaşmırlar. Əvvəla, mən özümlə burada bir neçə ilin nəşrlərini, dərsliklərini gətirmişəm. Azərbaycan tarixi burada, indi imkan varsa əgər kamera qarşısında göstərim, burada bir neçə ilin nəşrləri var. 2015-ci il nəşri var, 2017-ci il nəşri var, 2019 və 23-cü il nəşrlərinin kitabları var ki, və bu dərsliklərin hər birinin 8-ci sinif Azərbaycan tarixi dərsliklərinin hər birində Məhəmməd Tahir Vahidin Şah 2-ci Abbasın vəziri olması ifadəsi yazılır. Sadəcə orada cümlə belədir ki, Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş. Bəzi nəşrlərdə və ilə ayrılır bu və sonradan vəzir vəzifəsinə yüksəlmişdir. Bəzi dərsliklərdə isə və son vergüllə ayrılır. Cümlə belə yazılır. Şah 2-ci Abbasın baş... Nə məcburidir bu sualı salmaq? Bir də müəllim, olar, mən fikrimi tamamlayım, çox xahiş edirəm. Yəni, sizin iradə olan fikri mən davam etdirməliyəm. Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş
vergül sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmişdir. Əslində biz biraz bu məsələ ilə bağlı araşdırma elədik sosial şəbəkələrdə gələn iradlardan sonra və bəlli olub ki, Məhəmməd Tahir Vahid bir hardasa 100 ilə yaxın ömür sürüb. 95. Bəli. Və bu müddət ərzində də o 3 şahın vəziri vəzifəsində çalışmışdır. Deməli, Şah 2. Abbasında vəzir olmuşdur. Şah ondan sonra gələn Şah Süleyman da vəzir vəzifəsində çalışmışdır və hətta Şah Sultan Hüseynin, yəni Süleymandan sonra gələn 3-cü hökmdarın da hakimiyyətin ilk illərində vəzir kimi çalışmışdır. Bu əvvəlki dərsliklərdə nəyə görə yanlışlıq yaratmırdı? İndi müəllimlər üçün biraz bu problemli vəziyyət yaradır. Bir zaman abituriyentlər üçün. Bəli, abituriyentlər üçün. Çünki son nəşrdə, yəni 2023 8-ci sinif 2023 nəşrində əlavə bir hissə var orada, bir abzas material. Həmin abzasda yazılır ki, Məhəmməd Tahir Vahid Şah Süleyman hakimiyyət dövründə baş vəzir olmuş. Yəni burada baş vəzir təyin edilmiş cümləsi yoxdur, olmuşdur. Yəni bu da əslində müəllim, icazə verin, mən fikrini tamamlayıb, xahiş edirəm. Yəni, bu da əslində yanlış fikir deyil. Əlavə olunmuş material, həmin cümlə problem yaratmır. Niyə? Çünki Məhəmməd Tahir Vahid qeyd etdiyimiz kimi 2. Abbasın vəziri olmuş. Sonra da o əlavə olmuş, 2023 nəşrinə əlavə olmuş mətndəki hissə, abzasdakı hissə kimi Şah Süleyman hakimiyyət dövründə də baş vəzir olmuşdur. Yəni, bu məlumat da yanlış deyil. Buyurun, bir icazə istəyirəm. Demək ki, birinci Dövlət İmtahan Mərkəzi Mələkə xanım dedi ki, biz etalon çıxartmışıq, daha doğrusu proqram çıxartmışıq. Həmin ki, proqramı ədəbiyyat siyahısı verilbilər. Ədəbiyyat siyahısında son nəşrdən söhbət gedir. Son nəşr, yəni 2023 nəşrində nə yazılıbsa ondan söhbət gedir. Və bizim belə bir yanaşmamız daha var ki, əgər hər hansı dərsliklər arasında fərqli fikirlər varsa, biz onu imtahanda istifadə eləməməliyik. Yəni bizim niyyətimiz uşağı imtahanda çətinə salmaqdırsa, danışaq ki, biz uşağı çətinə salmağa istəyirik. O zaman başqa söhbət eləyəcəyik. Yox, biz desək ki, biz bir dəqiqə icazə istəyirəm. Demək ki, biz desək ki, yox, biz ədalətli şəkildə imtahan keçirib çətinliyə salmaq istəmirik. Həqiqətən göstərilən, indi deyir 95 il məsələsi, həmənki Şah Abbas 2. Abbasın dövründə məclis nevs olub, məclisləri təşkil edən bir adam. O vəzir deyil. Əgər sizi yenə də kitaba istinad eləyib, baş vəziri götürəsə olsalar dedikləri o birisi kitaba görə, yenə də vəzir olmur da baş vəzir yazmaları lazımdır. İndi başqa bir məsələ. Normalda elmi əsər var bu ilə bağlı. Adam yəni doktorluq alıb, yəni düşünürsünüz doktorluq dissertasiyasını gətirmişəm məsələn 2019-cu ildə. Yəni nə məcbur idi? Sual budur. Testologiya elmindən soruşuram. Nə məcbur idi? Kitabda belə vergüllə özləri belə ayrıla bilməyən yerdən sualsızdır. Bunu elədiyiniz zaman mən həmənki sualları ekspertizadan keçirən müəllimlərə ümumiyyətlə Azərbaycanda yaranan problem nədir? Yəni bunlar özləri hamısı uşaq hazırlaşdırırlar. Çətin sualları salırlar. Hamısı kim ki yanına gəlsə yaza biləcək, qalanı yaza bilməyəcək. Bu yanaşma nədir? Doğru deyil. Ona görə kitabda olmayan məlumat verilməməlidir. Əvvəla müəllimin dedikləri fikirlər, yəni o qayıdaq sual məsələsinə yenə də, yəni orada Şah Süleymanın yenə qeyd edirəm ki, dövründə vəzir olması məsələsi mübahisə yaratmır. 2. Abbasın dövründə vəzir olub. Amma ondan sonraki müddətdə vəzir olmuyor. Yəni onun vəzir olması ilə bağlı müəllim siz elmi olar ki mən fikrini tanıyayım. Yəni siz elmi dissertasiya işi gətirdiniz, bilmədim o kimindir, yəni zəhmət olmasa. Var bu da adı şeydir, Solmaz Adil qızı Əzimova. Mən sənə qeyd edəcəm bunu. Ümumiyyətlə Azərbaycan mənbələrində bu orta əsr Azərbaycan tarixi ilə bağlı bəzi dövrlər var ki, onlar yaxşı araşdırılmayıb. İndi mən burada istinad etməliyik. Yəni burada fars dilli mənbələr də var, Azərbaycan dilli mənbələr də var. İndi fars dilli mənbələrdə müəllimin qeyd etdiyi ki, o Məhəmməd Tahirin Vahidin vəzir deyil, o katib vəzifəsində, orada tarixçi vəzifəsində çalışması ola bilər. Amma mən də bir elmi mənbə araşdırmışam. Bu, deməli, Cambridge nəşrləri var. Cambridge nəşrlərində 6-cı zildə səhifəsi ilə qeyd edirəm. 353-cü səhifədə Cambridge History of Iran nəşridir bu. Yəni, Britaniyanın ən məşhur nəşrlərindən biridir. Orada qeyd edir ki, Məhəmməd Tahir Vahid 2. Abbasın vəziri olmuşdur. Yəni bunu bildim. Yəni siz deyirsiniz ki, elmi olaraq yanlışdır müəllim. Mən də ona əsas gətirirəm. Müəllim deyir ki, elmi olaraq səhvdir bu məsələ. Yəni onu əsas gətirir. Dissertasiya işi gətirir. İcazə verin mən kimi tanıyayım da. Yəni mən də onun elmi tərəfini izah eləməyə çalışıram. Dərsliyə əsasən salınıb. Dərsliyə əsasən salınıb. Və müəllimlər deyir ki, dərsliyə əsasən salınsa belə, o yenə də elmi səhvdir. Amma mən də sübut edirəm ki, yəni elmi səhv də deyil. Yəni burada bəs dərsliyə görə yaxşı əsas məqam. Əsas yerdə tura bir də gözləyirəm. Tura müəllim sizi dinləyək. Dostlar, vaxtı bərabər bölməliyik. Əks halda biz müzakirəni davam edə bilməyəcəyik. Sərvər müəllim də dedi,
bildiyiniz kimi demin proqramı var, hansı ki ədəbiyyat siyasi çıxarılır və siz ədəbiyyat siyasından kənar orada sual sala bilməzsiniz. Cambridge və digər hissələr ola bilməz. Azərbaycan tarixi 8-ci sinif dərsliyi Yaqub Mahmudun ümumi redaktorluğu 2023, Azərbaycan tarixi 10-cu sinif dərsliyi 2022 və mən 8-ci sinif Azərbaycan tarixindən həmin hissəni çıxartmışam və siz də baxa bilərsiniz, səhifə 36 və belə bir cümlə getir. Şah Süleymanın hakimiyyəti dövründə baş vəzir olmuş Məhəmməd Tahir Vahid. Bəli. Keçirəm növbəti hissəyə. Səhifə 37. Səhifə 37 belə bir qeyd edir. Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş. Sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmiş Məhəmməd Tahir Vahid. İndi bir sual verim. Sonra baş vəzir vəzifəsinə qədər yüksəlmiş deyirsə, siz bura hansı qənaətə gəldiniz ki, burada söhbət Şah Abbasın hakimiyyəti dövründən sonradan gedir. Dəstəyə əsasən xahiş edirəm. Dəstəkdə mənə dəqiq cümlə görsəydin ki, şahid bilsin ki, var. Dilçilərlə də müzakirə eləmişik, yəni dilçi ekspertlərlə və orada vergüldən sonra baş vəzir vəzifəsinə qədər yüksəlmiş ifadəsi, yəni həm bu Abbasın dövrünə şamil oluna bilər. İcazə verin mən danışım da, siz xeyir deyirsiniz, mən dilçilərlə bunu müzakirə eləmişəm, yəni öz şəxsi fikrimi deyilmirəm. Bu 2-ci Abbasın dövrünə də şamil oluna bilər və ondan sonra gələn Süleymanın dövrünə də şamil oluna bilər. Dərslikdə bununla bağlı məsələn, yəni ziddiyyət yaradan məqam olmasın deyə. O zaman niyə sual salırsınız? İcazə verin də mən fikrimi tamamlayayım. Məsələn, bununla bağlı bir nümunə də var. Yazır ki, Nəsrəddin Tusi Hülakü xanın dövründə köməkçi, amma Abaqa xanın vaxtında isə vəzir vəzifəsinə imiş. Yəni burada bəli. Deməli bunun yəni burada artıq məsələlər dəqiq olmayan şeyi müdafiə edirsiniz. Sizin üçün dəqiq olmaya bilər də. Yəni mən bayaq da qeyd elədim ki, tarix elə bir fəndir ki, yəni yanaşma fərqi var. Mənim üçün dəqiqdir bu. Yəni bu cümlədə bu cümlədə dilçilər sizə deyiblər ki, bunu oxuyan abituriyent ziddiyyət yaranmayacaq onda. Yəni ziddiyyət yaranmır. Çünki 2-ci Abbasın dövrünə də bu şamil oluna bilər. Ondan sonra gələn Süleyman dövründə. İndi həmin o dilçilərə bu qədər müzakirənin yarandığını və bu qədər etirazların yarandığını desək, onlar nasıl reaksiya verəcək? Natiq müəllim, sizi dinləyək qayıdacaq. Buyurun. Deməli, müəllimimiz özü oxudu. Orada deyilir ki, deməli, Məhəmməd Tahir Vahid 2-ci Şah İsmayılın vaxtında tarixçi təyin olunmuş, sonralar baş vəzir vəzifəsinə qədər yüksəlmişdir. Burada bir boşluq var. Yəni, burada göstərilmir ki, bu tarixçidən baş vəzirə kimi hansı mərhələlər keçir, vəzifədə yüksəlib. Biz bilirik ki, müəllimlər üçün metodik vəsait çap olunur. Bu metodik vəsaitin məqsədi ondan ibarətdir ki, hansısa mövzular müəllim izah eləyəndə çətinlik çəkirsə, müəyyən bir boşluqlar görürsə, onda o metodik vəsaitdən istifadə eləyərək bu mövzulara daha aydınlıq gətirir. Biz açıq metodiki vəsaiti baxanda görürük ki, metodiki vəsaitdə yazılıb ki, deməli, o tarixçi təyin olunmuş və vəzir vəzifəsinə yüksəlmişdir. Metodik vəsait deyə bilərəm, mən olar mən vaxtda alır. Göstərərəm. Mən sizə göstərərəm. İndi mən deyə bilərəm mən. Qulaq asın, mən fikrimi xahiş edirəm, qoyun yekunlaşdırım. Və həmin cümlədən sonra yazılır ki, müəllimə tövsiyə verilir ki, Məhəmməd Tahir Vahid haqqında araşdırma apararaq şagirdlərə təqdimat hazırlayın. Yəni ki, oradakı boşluğu, yəni ki, siz indi mənə dəqiq deyə bilərmisiniz ki, mən deyirəmsə ki, tutaq ki, bu tarixçi vəzifəsindən baş vəzir vəzifəsindən gəlibdir. Bu arada hansı vəzifələr tutub? Bunu buradan deyə bilərik. Buyurun Sərvər müəllim. Deyə bilmərik. Amma metodiki vəsaitdə belə danışaq. Birinci məsələ budur. Birinci məqam budur. Xahiş edirəm. Bir dəqiqə üzr istəyirəm. Siz razılaşmırsınız Natiq müəllimim. Bu barədə fikrini alıb qayıdırsınız. Deməli, metodik vəsaiti də çox yaxşı incələmişik. Dərslikləri də çox yaxşı incələmişik. Yox, mənə də qəribə gəlir ki, siz ikiniz də dərsliklərin və metodiki vəsaitin ekspertisiniz. Amma çox təəssüf ki, bu mən dediyim məsələyə siz fikir verməlisiniz. Dostlar, bir-birimizin sözünü kəsirik və bu müzakirəni normal şəkildə davam etməyimizə imkan vermir. Turab müəllim, sizi dinləyirik. Digər qonaqlarına xahişimiz odur ki, Turab müəllimi dinləyək. Onun sinif Azərbaycan tarixi, mövzu 35, Səfəvilər dövründə mədəniyyət. Və burada da ən sonda səhifə 153-də belə bir cümlə keçir. 2-ci Şah Abbasın baş tarixçisi Məhəmməd Tahir Vahidin əsəri. Nə 10-cu sinif Azərbaycan tarixi dərsliyində, nə 8-ci sinif Azərbaycan tarixi dərsliyində. Deməli, Məhəmməd Tahir Vahidin Şah 2-ci Abbasın baş vəziri olması göstərilmir. Biz beynəlxalq ədəbiyyatda və yaxud da ki, metodik vəsaitdə tövsiyə, o tövsiyədir, o ola da bilər, olmaya da bilər.
Hər hansı bir müəllim araşdırma verə də bilər, verməyə də bilər. Şagird araşdıra da bilər, araşdırmaya da bilər. Rəsmi olaraq din bizə bir proqram verib. Əlimizdə proqram var və bu proqrama əsasən sual hazırlamalıyıq. Mən bir sual verirəm. Mənə zəhmət olmasa göstərə bilərsinizmi ki, deməli, Məhəmməd Tarix Vahid Şah II Abbasın vəziri olub. O cümləni mənə göstərin. Siz də göstərin ki, olmuyor. Onu göstərə İslam sual ünvanlanır. Turab müəllim, siz də göstərin ki, olmuyor. Mən Siz göstərin ki, olmuyor. Baxın, yoxdur burada. Zəhmət Yox, indi bu vəzifədən o vəzifəyə keçib o demək deyil ki, arada Rafiq vəzir müəllim, olmuyor. sual Ruslan müəllimi ünvanlanır. Ruslan müəllimi dinləyək, daha sonra sizə keçəcək. Orada o Məhəmməd Tahir Vahidin mədəniyyət mövzusunda sırf elmi fəaliyyətin haqqında danışılır. Yəni bu adam həm elmi fəaliyyətlə məşğul Vəzirlik olub, elmi fəaliyyəti. tarixçi olub. Müəllim icazə verin də fikrimi tamamlayım. Yəni fikrimi tamamlamağa imkan vermirsiniz. Bax bayaq da mən bir fakt qeyd elədim. Cambridge Universitetinin, yəni Cambridge nəşrləri ilə bağlı. O sizə sərf eləmədiyinə görə axırına qədər qulaq asmır. Baxın, siz orada verdiyiniz dissertasiya işi ilə bağlı məlumatı verəndə mən sizi sona qədər dinlədim, düzdür? Və dediniz ki, orada vəzifədə işləyib, bu vəzir adlanmayıb. Mən də sizə elmi tərəfini, çünki elmi sübut təqdim elədiniz. Mən də buna elmi cavab verməliyəm, düzdür? Mən də sizə elmi cavab verirəm ki, bu Britaniyanın yəni ən böyük nəşrlərindən biridir və orada verilir ki, bu adam 2-ci Abbasın vəziri vəzifəsində çalışıb. Bu bir. İkincisi ki, bunun dərslikdə, olar ki, müəllim, mən fikrimi tamamlayım. Dərsliklə bağlı mübahisəli məqamları hər il Dövlət İmtahan Mərkəzinin xüsusi ekspert qrupu araşdırır. 10-12 nəfərlik bir işçi qrupu ayrılır və mövsüm ərzində hardasa bu dərs ilinin başlanğıcından dərsliklərin mübahisəli məqamları müzakirə olunur, qeyd olunur və onlar xüsusi broşür şəklində, yəni xüsusi kitabça şəklində, metodik tövsiyə kimi bunkerdə verilir bizə. Yəni bizdə orada yalnız dərsliklər və bir də metodik tövsiyələr olur. Və sualları hazırlayarkən də biz həmin metodik tövsiyəyə müraciət edirik. Baxırıq, görürük ki, orada mübahisəli vəziyyət yoxdur. Yəni ikinci üzr istəyirəm, mən fikrimi tamamlayım. Ruslan müəllim, fikrinizi tamamlayın dostlar, dinləyək. Mən belə bir şey deyək. Sərvər müəllim, üzr istəyirəm, dinləyək, bitirsin, daha Yəni sonra orada siz hər dəfə söz kəsdiyəcək, biz imkan vermirik ki, Ruslan müəllim, orada yəni Sərvər müəllim mübahisəli məqamların içərisində həmin bu dediyiniz məsələ qeyd olunmayıb. Yəni onu tutaq ki, indi burada deyirsiniz ki, bu mənim şəxsi fikrimdir, amma onu hazırlayan 12-10 nəfər mütəxəssisdir və onun içində həm dərslik müəllifləri var, həmin komissiyanın içində, qrupun içində, işçi qrupun içində, həm təhsil ekspertləri var, həm dərslik ekspertləri var. Siz özünüz də dərslik ekspertizdiniz, mən bildiyimə görə Təhsil Nazirliyində hər ikiniz. Və əgər deyirsinizsə bu dərslikdə mübahisəli məqamdırsa, yaxşı, onda nəyə görə bu mübahisəli məqamı siz vaxtında düzəltməmisiniz? Yəni Süper sual. İndi gəldik bura. Demək ki, mən öncəliklə xahiş edirəm ki, biz bura, yəni ki, uzun cümlələr qurmağa gəlməmişik. Biz bura gəlmişik ki, ortada bir ədalətsizlik, haqsızlıq var, səhv suallar var, bunlara düzgün cavab tapmalıyıq. Bir dənə də mədəniyyət sualından qutarmır, bu davam edəcək. Sadəcə danışmağa imkan olmayacaq. İndi mən belə bir şeydir, icazə olar. Biz baxırıq hara? Baxırıq Cambridge-ə falan baxmıram. Mən gəlib baxıram, Dövlət İmtahan Mərkəzinin buraxdığı, yəni ki, proqramda yazılıb ki, ay bala, sən get 2023-cü il kitabına bax. Ya bilim, get 5 dənə kitaba bax, yazılmayıb. Və mən həminki kitablara baxanda da bu məsələ sonralarla, vergüllərlə, ehtimallarla, nağıllarla müzakirə olunan məsələləri gətirib qəbul imtahanında uşaqlara salmaq doğru deyil. Səhv sual təkcə bu deyil. İndi keçək ikinci sualda var. Bunu, bax bu sualı, əgər bu şəkildə mən istəyirəm ki, həminki... Bu sualda razılığa yenə gəlinmir. Bu sualda dəqiq, konkret olaraq, konkret olaraq bu sualda səhv var, bu sualı biz davam elətdirəcəyik danışmağa, amma ki deyim, təkcə bu sual səhv deyil. Yəni, biz elə bir bunu danışdırıb, elə bir verilir tutaracaq. Yəni, bu sualda da yenə razılığa gəlinmədi. Keçək Əhməd sualı. Digər, bu sual danışacaq. Digər sual nədir? Xahiş edirəm, digər sual məsələsi nədir? Biz məktəb dərsliyinə, baxın, sual, tək sual, hə, yox cavabları istəyirəm, zəhmət olmasa, əgər mümkünsə. Dövlət İmtahan Mərkəzi sual hazırlayanda dərsliklərə əsaslanır, Cambridge-ə əsaslanır, dərsliklərə əsaslanır. Sözsüz ki, dərsliklərə davam edirik. İkinci sual. Sərvər müəllim, çox üzr istəyirəm. Sizin dediyiniz, siz elmi əsas gətirmişdiniz ki, həmin tarixi fakt dərsliyə doğru salınmayıb. Amma Ruslan müəllim də qeyd elədi. Dərslikdə belə olub sadəcə olaraq. Dərslikdə o 2023-də korrekt olunanda. Dərsliyi səhv çıxarırdınız. Yox, səhv çıxartmıram. Mən deyirəm ki, sualı səhv çıxardıram və məsələ budur. Sizin bayaq dediyiniz fikir nə? Yox, üst-üstə düşün. Baxın, icazə versələr mən danışım. Baxın, dostlar, üzr istəyirəm, bircə saniyə. Cambridge məsələsi bu odur ki, Ruslan müəllim qeyd edir ki, dərslikdə olan bu faktın yanlış olmadığını elmi mənbəsidir. İndi mən belə bir şey demək istəyirəm. Çünki siz də iddia edirsiniz ki, elmi olaraq səhvdir bu. Məsələ budur ki, keçək suala. Məsələ budur ki, səhv suallar danışır. Burada məsələ ondan ibarətdir ki, sadəcə olaraq Dövlət İmtahan Mərkəzi imtahanlarda dərsliyə istinad eləsinlər. Bu məsələ bu. İkinci məqam budur ki, köhnə kitablara yox, net olan dərsliklərə. İkinci məqam, əgər hər hansı bir üst-üstə düşməyən hər hansı bir cümlə belə varsa, şübhəli sualı imtahana salmasınlar.
bax, testologiya elmindən danışırıq, budur. İkinci səhv suala keçirik. İkinci sual səhvdir ki, misal üçün, burada testlərdə, yəni verilən testlərin nümunələrindən birisi, xalq cümhuriyyəti ilə bağlı sual var. O da uşaqda imtahan müddətində çaşqınlıq yaradır. Sual necədir? Sual bu şəkildədir. Xalq cümhuriyyəti, 2 dənə sual deyəcəm, imkan verin, bitirim hamısını mümkünsə. Buyurun, təbii. Birisi xalq Sizə cümhuriyyəti. imkan verirsiniz sadəcə qonaqlar danışanda. Xalq cümhuriyyətinə, birisi Tiflis dövrü ilə bağlıdır, birisi Bakı dövrü ilə bağlıdır, hərbi əməkdaşlıqla bağlı variant seçməlidir. Bu sualı gətirib bilərəkdən salıblar açıq suala və çətin suala. Ümumiyyətlə, ikinci qrupdakı bütün suallar, açıq suallar, üçüncü qrupdan eyni eləyiblər. O zaten ayrı bir çətinlikdir. Ona gəlmirəm. Bu sualda oxuyanda, abituriyent imtahanda oxuyanda, biz bunu zaten elmi müzakirəsini istəyirik ki, 12 nəfərlik hansı ki, heyətləri gəlsin. Təkcə mən yox, başqa 2 müəllim, 5 nəfər, 10 nəfər bir daha danışaq. Orada yazılanda oxuyanda, məsələn, ekspert hansı ki, izah elədi canlı yayında. O deyir ki, əməkdaşlıq etmək məsələsi. Əməkdaşlıq odur ki, biz onlara nəsə eləyirik, onlar bizə nəsə eləyirlər. Məsələni daha aydın istədim ki, daha aydın məsələsi budur ki, orada xalq cümhuriyyətinin, Batum sülhü ilə bağlı olan məsələdə o hərbi bir saziş kimi, hərbi əməkdaşlıq müqaviləsi deyil. Sadəcə 4-cü maddəsinə görə Azərbaycanla dostluq, yəni yardım eləmək üçün bizə ordu göndərirlər. Biz heç nə eləməmişik. Digər bir səhv sual, yenə də kitaba görə uyğunsuzluq olur. Həminki sualda nədir? Demək ki, 3-cü qrupun 87 nömrəli test tapşırığında yazılıb ki, Molla Həsənli döyüşü, bax Həsənli, kitablarda həminki döyüş son nəşrlərə görə Molla Həsəndir. Yəni siz necə olur ki, bu qədər, məsələn, heyət var, 12 nəfər, nə bilim, ayrıca müzakirə edirlər, test gedəcək vaxt bir daha oturub baxırlar, nə bilim, müstəqil ekspert çağırırlar, bu da gəlir baxır. Yəni siz niyə dərslikdə olan şeyləri yox, dərslikdə olmayan imtahanda abituriyentə çətinlik yaradacaq və bu imtahan MİQ imtahanı deyil, təkcə fənni soruşmur, başqa imtahanlar, başqa fənlərdən də cavab verməlidir. Yəni sizin niyyətiniz bu uşaqları çətinə salmaqdırsa, deyin ki, biz belə bir şeylə məşğuluq. Onu da biz başa düşərik. Yəni deyirsiniz ki, dərslikdə döyüşün adı Molla Həsən döyüşüdür. Bəli, sualda isə Molla Həsənli. İkinci məqam, həminki testdə. Amma gəlin bu dediklərinizə qədər o sualda başqa bir səhv daha var. Həminki sual ikinci qrupla bağlı belə soruşulur. Deyir ki, Krım xanı hücum eləyir. Amma onun sinif kitabında Krım xanları deyə gedir həmin kimi. 8-də Krım xanı, əslində ikisində də eyni olan şey nədir? İkisində də Krım xanı gəlir, döyüşdə məğlub olur, əsir düşür Adil Gərək. Yəni mən deyirəm ki, bu məmləkətdə sual yox idi, gedib girmişsiniz kolluğa. Yəni məsələ budur ki, siz əgər belə bir suallara getsəniz, mən bir valideyn kimikdə, bir müəllim kimikdə sizin yəni şəffaf olmadığınıza qənaət gətirirəm. Çünki xalq cümhuriyyəti sualı 2 başlı, bu Səfəvi sualı 2 başlı, Molla adı. Aydın, sağaladınız, qeyd ediniz bildik. Müəllim, buyurun. Birinci dərslikdə döyüşün adının Molla Həsən olduğu halda, niyə sualda Molla Həsən? Çox xahiş edirəm, Molla Həsəni keçməmiş. Axı biz bu sualı, baxın, vəziyyət bilirsiniz necədir? Hal-hazırda minlərlə şagirdin gözü buradadır. Hal-hazırda minlərlə şagirdin ümidi buradır. Çünki bilirsiniz ki, artıq neçə gündür müəllimlər yəni siz deyirsiniz ki, bayaqki sualı cavab almamışsınız. Almamışıq. Çünki müəllim kimi göstərmədi. Deyirəm ki, bax bunu mübahisəli vəziyyət kimi, yəni qiymətləndirirlər bizim hörmətli müəllimlərimiz və onlara deyirəm ki, bayaq ifadə işlətdi ki, müəllim ki, dərslikdə olan mübahisəli məsələləri məcburdur ki, testə salasınız. Bu ifadəni, bu sualı verir də mənə. Mən də müəllimə sual verirəm ki, siz özünüz Təhsil Nazirliyində, mən bildiyim bir 7-8 ildir dərslik eksperti işləyirsiniz və bu dərsliklərin də qiymətləndirilməsində siz iştirak eləmişsiniz. Həm siz, həm də Turab müəllim. Yaxşı, əgər mübahisəlidirsə, indi mən sizə izah edeyim də, neçənci ildən siz Təhsil Nazirliyində dərslik eksperti kimi çalışırsınız müəllim? Mən sizə sual verirəm, xahiş edirəm. Bir dəqiqə xahiş edirəm də, Sərvər müəllim, bir dənə mən xahiş edirəm qulaq asın. Əgər siz 6 ildir bu dərslikləri belə deyək də, ekspert edirsinizsə, 6 il ərzində 6 nəşir çıxıb, bunların heç birində bunları bilməmişsiniz. 2020-dən sonra dəyişmişik. Yox, o məsələni də mən deyim. Sizə konkret sual ünvanlanır. Sual cavab verin. Demək Demək ki, Təhsil Nazirliyində dərsliklərin ekspertizası məsələsi belədir ki, müəllimgilin heyətində olan, hansı ki, sual hazırlayan müəlliflər var. Müəlliflər dərsliklərə müəyyən dəyişikliklər edirlər. Biz həmən dəyişiklikləri elmi əsaslandırırıq. Nəyə görə doğrudur, nəyə görə olmamalıdır. O bizim ekspertizada olmur. Və bizim bu məsələdə o sonralar sözü gəlməsinin məqamı ona görə olmuşdu ki, cümlə. Məsələn, həmən ki, vergi ona görə qoyulmuşdu ki, biz faktdan göstərmişdik ki, bu məsələ, yəni bu adamın baş vəzir olması tarixi baxımından düşür kimin dövrünə? Şah Süleymanın dövrünə. Şah Süleymanın dövrünə düşdüyü üçün ən son kitabda yenilənib bu məsələ. Onda mən də sizə müraciət edirəm ki, mənə sual verirdiniz ki, nəyə görə məcbur idi ki, vergüldən sonraki fikir. Mən də sizə deyirəm ki, məcbur idi ki, düzəliş eləyəndə
yəni vergi ilə o məsələni ayırasınız. Açıq şəkildə nə cür ki Hülakü xanın məsləhətçisi, Abaqa Bəli. xanın isə vəziri adlanan İndi biz necə? bir də icazə verin də mən fikrimi tanıyayım. Nəsrəddin Tusi ilə bağlı açıq şəkildə fikir var. Siz də dərslikdə yazardınız ki, düzəlişdə Mən dərslik yazmıram, mən ekspertiza ekspertiza eləyirsiniz də. Hə, Orada fikir düzəliş eləyərdiniz ki, Eləmişik yəni bu Mən deyəcəm 2-ci Şah Abbasın dövründə tarixçi işləmiş, amma Süleyman dövründə vəzir olmuş. Bəli, Bu eləmişik. məsələ siz Onu aydınlıq eləmişik. gətirin. Üzr istəyirəm. Çox üzr Buyurun, istəyirəm. Turan müəllim. Həmin o İlk məsələyə növbədə- aydınlıq gətirin. İlk növbədə hamıdan xahiş edirəm, buraya yığılmaqda mövzumuz dərsliklər deyil, suallardır. Yox, siz Onun dərsliklərə suallar düz təsirlərin müraciət hazırlanır. Onun cavabını gətirəcəm. Yaxşı, o gəl, Bəli. çox üzr istəyirəm. Razıyam, Gəlin, bilirsiz hazırlanır. necədir? dəqiqə. Sərvər müəllim, Turan müəllim sualı verir Ruslan müəllimə. Onun Ruslan müəllim izahını də verir, cavabını bir başqa deyirəm. bir sualla cavab verir. Uzanır, Çünki cavabını məsələnin kökünə gedəndə baxırıq ki, bəs zamanında dərslikdə düzəlsəydi. Deməli, məsələ necə idi? Deməli, bundan əvvəlki dərslərdə belə idi. Şah II Abbasın baş tarixçisi təyin edilmiş, daha sonra isə Şah Süleymanın baş vəzir vəzifəsinə qədər qalxmış. Bəzi dərsliklərdə lakonik qısalmalar olur müəyyən formada. Yəni bütün xırdalıqlar olmasın deyə, bəli, bütün xırdalıqlar olmasın deyə bəzən onlar əvəzlənir daha sonra. Amma bizim burada sonra deməyimiz ona əsas vermir ki, söhbət elə Şah II Abbasdan gedir. Yəni həmin o sualı yazan müəlliflər dərsliyə istinad ediblərsə əgər zəhmət olmasa mənə metodik və dərsliklə göstərin ki, Məhəmməd Tahir Vahid Şah II Abbasın vəziri olmuşdur. Onu göstərin, biz deyək ki, sual doğrudur. O yeri Cambridge'dən göstərəcək. Yox, Mən bir də siz xahiş edirsiniz, yəni orada reklam fasiləsində mənim telefonumda o metodik vəsait var. Müəllim yoxdur, metodik yoxdur. Göstərəcəm də Ruslan telefonumda. müəllim, bu suala cavabınız var, yoxdursa digər məsələyə keçək. Müəllim, cavab yəni bilərsiniz eyni məsələni biz cavablandırırıq. Sırf gəlin, bilsin necədir, biz elə bir ki, hər birimiz suallardan yayınırıq. Yoldaşlar bunu Buyurun. qəbul eləmək istəmir. Mən bir daha izah edirəm daha ki, qeyd orada edin. 2-ci Abbasın dövründə yazılıb ki, Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş, sonra isə baş vəzir vəzifəsinə. Sonra Yəni o sonra mən yenə Sonralar. deyirəm, dilçilərlə bunu müzakirə elədik. Yəni 2-ci Abbasın dövrünə də aid ola bilər. Əgər doğrudan da qulağında mən icazə verim fikrimi tanıyım müəllim. Yəni 2-ci Abbasın dövrünə də aid ola bilər. Ola bilər. Və ondan sonra da Şah Süleyman dövrünə də aid oluna bilər. Və bununla bağlı da mən fakt gətirirəm. Elmi, yəni müəllim bayaq iddia ilə sürdü ki, elmi olaraq yanlışdır. Əlimdə Məhəmməd Tahir Vahidin özünün dissertasiya işi var kiminsə. Mən də ona elmi əsas gətirdim ki, O elmi məsələ olaraq yanlış qayıtmaya deyil. aydındır. Dostlar, mən sizin bir məsələdə gələk. Bir qədər əvvəl Sərvər müəllim dediyi kimi dərslikdə Molla Həsən döyüşü sualda niyə Molla Həsənli kimi verilir? O da eyni şəkildə dərsliklərdə, məsələn, müxtəlif dərsliklərdə, yəni nəşr Sonuncu olaraq. dərslikdə necə? Sonuncu dərslikdə Molla Həsən kimi yazılıb. Amma ondan əvvəlki nəşrlərdə də Molla Həsənli yazılıb. O cümlədən də. Dövlət İmtahan Mərkəzinin bu Molla Həsənlə bağlı test tapşırıqları, yəni Dövlət İmtahan Mərkəzinin Səfəvi mövzusu ilə bağlı toplu birinci hissəsində həm Molla Həsən kimi qeyd olunur, həm də Molla Həsənli. Yəni iki formada qeyd olunur. Buyurun, Natiq müəllim, buyurun. Birincisi, müəllim özü də qeyd elədi ki, 8-ci sinifdə Molla Həsəndir, 10-cu sinifdə Molla Həsəndir. Deyil, ikisi də Molla Həsəndir. Molla Həsəndir. Və İkisi də Molla Həsəndir. abituriyentin düzgün cavab verməsinə onun Molla Həsən və ya Molla Həsənli olması nə qədər təsir edir, bunu mən müzakirə eləmək istəmirəm. Keçdi bu birisi məsələyə. Müəllim iddia edir ki, əməkdaşlıq sözünün mənası mənim ona kömək, onun mənə köməyidir. Açsın izahlı lüğəti, görsün ki, əməkdaşlıq sözünün mənası birinin başqasına yardım eləməkdir. Bir məqam daha var. Üçüncü bir məsələ. Müqavilənin adı, mən indi bu müzakirənin konstruktiv getməsi üçün mən çalışıram ki, gəlin konstruktiv edək. Müqavilənin adına görə nəsə bir müəyyən burada müzakirələr gedir. Müqavilənin adı sülh və dostluqdur. Azərbaycanla Türkiyə Cümhuriyyəti, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə arasındakı müqavilənin adı. Müəllimlərdən soruşuram, sülh müqaviləsi kimin arasında bağlanır? Sülh müqaviləsi nə vaxt bağlanır? Döyüşənlər arasında. Döyüşənlər arasında. Döyüşməyib, AXC ilə Türkiyə döyüşürdü. İndi siz sülh adında olan sülh və dostluq var. Siz götürürsünüz adına. Siz müqavilənin məzmununa girin ki, həmin müqavilə əsasında Əsasını gətirmişəm. həmin müqavilə əsasında bizim Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə müraciət elədi və o Bakı qırğınlarının qarşısını almaq üçün. Mən heç danışdırmıyorum. Yəni siz bu 7 dəqiqə vaxtımız qalır. Və indiki vəziyyət. Xeyr, vaxtlar bir dəqiqə dayanacaq. 7 dəqiqə vaxtımız qalır və bu ana qədər hər bir sual ətrafında demək olar ki, orta məxrəcə gəlinmir. Natiq müəllim, biz sizdən bu gedişata uyğun olaraq bir xahiş edəcəyik ki, müzakirəni daha bir fərqli formatda siz mütəxəssislərinizlə, eyni zamanda Sərvər müəllim, Turan müəllim və digərlərini dəvət edərək geniş bir elmi müzakirə təşkil edib digər suallara da bir aydınlıq gətirəsiniz. İndi 6 dəqiqə vaxtı bərabər böləcəyik, buyurun.
Demək ki, başqa bir sualda daha belə abituriyentlərdə çətinlik yaranıb. Baxın, artıq 4-cü sualdan danışıram. Həmin ki, sual 3-cü qruplar üçün olan situasiya sualıdır. Situasiya sualının mətnində neftlə bağlı məsələ müzakirə olunur. Neftlə bağlı bir, yəni dünyada baş verən böhrandan bəhs eləyir və sualda soruşur ki, siz elə bir iqtisadi bir böhrandan danışın ki, iqtisadi bir amil göstərin ki, o dünyaya təsir edib. Amma həmənki dərslikdə verilən iqtisadi böhran yenə Dünyaya yox, müəllim. Sual düzgün vurğulayın. Dünyaya yox. Beynəlxalq deyir. Münasibətlərə, bəli. Bu münasibətlərə təsir edən sual belədir ki, bəhs olunan müharibənin... Sualı mən səsləndirim, çünki siz düzgün vurğulamırsınız. Yəni, özünüzə sərf edən şəkildə deyirsiniz. Sual belədir ki, bəhs olunan müharibənin başlanması ilə, burada söhbət 1973-cü il, müəllim, mən fikrimi tamamlayayım. 1973-cü il Ərəb-İsrail münaqişəsindən söhbət gedir. Deyir, bu münaqişənin başlanması ilə, müharibənin başlanması ilə münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbələ verilməyən siyasi və iqtisadi hər birinə aid bir amili qeyd edin. Cavabda yazıblar, testin etalonunda yazıblar ki, iqtisadi amil kimi neft şokudur. Amma mənbə mətndə işlənəndə, orada nefti bilirik ki, neyirlər? Ərəb ölkələri nefti saxlayırlar, neftin qiyməti 4 dəfə qalxdığı üçün neft şoku yaranır. İndi bu imtahanda olan uşaq, düşünün, abituriyent, siz öz övladınızı düşünün, bax bu dəqiqə empatiya eləyin, sizin imtahanınıza girib övladınız 2 dənə fərqli imtahandan 2 fənlə cavab verib və gəlir, burada görür Məmməd Tahir Vahid, nə bilim, bu gəldi. Oradan keçir, görür Molla Həsən. Buradan gəlir Məmməd sualına yayılmıram. Və həmən bütün bu ziddiyyətli məsələlər yaşanmasın deyə sona doğru təkliflərinizi səsləndirin. Təklifim budur. Təklifim odur ki, Dövlət İmtahan Mərkəzinin həminki ekspertlər 12 nəfər ya onlar yuxulu olurlar, ya yorğundurlarsa, onlar vaxt dəyişsinlər. Ümumiyyətlə, və ya da dəyişməsinlər. Onlar elə adamlar olsun ki, onlar uşaq hazırlaşdırmasınlar, repetitorluq eləməsinlər. Onlar sırf bizim müəllimlərin göndərdiyi sualları ekspert edən adamlar olsun. Çünki, yəni belə deyil, bunlar çətinlikli suallar yaradaraqdan cəmiyyətdə nə edirlər? Uşaqları özlərinə yönləndirir. Digər bir məqam, Dövlət İmtahan Mərkəzi səhv sualları istifadə eləməsin, dərslikdə uyğunluq olmayan sualları müzakirə eləməsin, son nəşriyyatlara riayət eləsin. Turab müəllim, sizi dinləyək. Mən çox xahiş edəcəm, sözümü kəsməyəsiniz, mən fikrimi bildirim. Amma qısa eləyin də müəllim, bizə də söz qalsın. Bəli, qısa olacaq, narahat kəsmirsiniz, qısa olacaq. Mən çox təəssüf eləyirəm ki, bu gün səhv müdafiə edən tərəflər var. Amma məsələ ondan ibarətdir ki, səhv suallar çoxdur. Mən sadəcə ikisinin üzərində duracam. Çünki ən çox bu gün şagirdlər və müəllimlərin narahat edən 2 sual var. Biri, deməli, Şah II Abbas mədəniyyət məsələsi, bir AXC məsələsi. Amma müəllim hələ də göstərə bilmədi. Mən çox təəssüf edirəm ki, belə mübahisəli məqamları təkliflərinizi. Dərslikdə olmayan sualı salıb da şagirdə sonranı özü fikirləşsin, araşdırsın, Cambridge-ə baxsın deməyimiz çox yanlışdır. Mən çox təəssüf edirəm ki, biz səhv olduğu halda o sualı biz müdafiə edirik. İkinci sual AXC ilə bağlıdır və 1918 iyunun 4 Azərbaycan tarixi 9-cu sinif dərsliyi, Azərbaycan tarixi 11-ci sinif dərsliyi, Türkiyə professoru Enis Şahinin bütün Batum'un müqavilə şərtlərini çıxartmışam və orada heç bir hərbi əməkdaşlıq getmir. Ümumi şərti tam olaraq onu bu formada mən detala çox varmadan siyasi, hüquqi, iqtisadi və fikri Siz yenə də dərslikdən kənara təkliflərinizi rəylənirsiniz. Mən sizə cavab verəndə deyirsiniz ki, uşaq Cambridge-i oxumur. İndi mən də dərslik istinad bildirirəm ki, 11-ci sinif Azərbaycan tarixi dərsliyi səhifə 85-də yazır ki, AXC bu müqavilələri imzalamaqla Osmanlı dövləti ilə əslində müttəfiqlik münasibətləri qururdu. Burada söhbət hərbi müttəfiqlikdən gedir, yəni. Müttəfiq əməkdaşlıq deməkdir, müəllim. Orada yazır müttəfiqlik münasibətləri. Hərbi sözü var mı ümumiyyətlə? Hərbi 4-cü maddədə var, yəni. Dərslikdə yazır ki, 4-cü maddə. Orada var mı? Yox, o dərslikdə, müəllim, hərbi eləmir. Müttəfiqlik var, müəllim. Bir dəqiqə üzr istəyirəm, Ruslan müəllim, sizin vaxtınızdır. Bir dəqiqə vaxtınız var. Bu cür ziddiyyətli məsələlər ortaya çıxmasın deyə nələr olmalıdır? Ümumiyyətlə, yəni mən bayaq da vurğuladım ki, tarix qeyri-dəqiq fən olduğuna görə müxtəlif məsələlərə yanaşma fərqi var, yəni. İndi mən düşünürəm ki, səmiyyətlərinə inanıram ki, müəllimlər yəni doğrudan da elə düşünürlər suallarla bağlı, yəni məqsədli eləmirlər. Çünki Sərvər müəllimin bəzi ittihamlarından, yəni bəzi o şəxsi ittihamlar kimi səsləndirdi ki, nə bilim, uşaqları nə bilim yıxırlar, sürüyürlər, filan eləyirlər. Yəni burada söhbət belə deyək də, əgər sualdan gedirsə, burada məqsəd uşağı yıxıb sürümək olmaz, yəni sözsüz ki. Yəni burada sualların səhvləri müzakirə olunur. Amma siz sanki publikaya işləyən, belə deyək də, ifadələr işləyirsiniz. Gəlin, yeni müzakirə açmayaq. Aydınız fikirləriniz. Yəni qeyd edirsiniz ki, siz dərslikləri istinad etmişsiniz. Natiq müəllim, bu cür müzakirələrin təşkilində niyyətimiz, məqsədimiz odur ki, problemli, ziddiyyət yaradan fikirlər, toqquşan fikirlər aydınlığa çıxsın. Amma hazırki vəziyyətdə demək olar ki, bəlkə də saatlarla müzakirə davam edir, hələ də bir nəticəyə varmarıq. Bu problemlər, belə problemlər yaşanmasın deyə nələr etməliyik və nə təkliflər edirsiniz?
Birinci onu qeyd eləmək istəyirəm ki, Dövlət İmtahan Mərkəzinin saytında bir dənə banner var, test tərtibçilərinin nəzərinə. Yəni istənilən Azərbaycanın istənilən bölgəsindəki müəllim test tərtib edib Dövlət İmtahan Mərkəzinin test bankına göndərə bilər. Bu birinci məsələ. İkinci məsələ, deməli, nəyə görə üçüncü qrupda daha çox tarix fənninin çətin olduğu daha çox vurğulanır. Tarix fənninlə bərabər burada verilir Azərbaycan dili, ədəbiyyat. Ədəbiyyat bilirsiniz ki, indi o qədər ixtisarlar olub ki, ədəbiyyatda biz 30 dənə sualı güclə tapılmışıq. Fatma aydındır, amma bugün tarixdən danışırıq. Yox. Yəni ki, müqayisə olunanda, yəni tarixin materialı ilə Azərbaycan dili ədəbiyyat müqayisə olunması deyil. Ona görə də uşaq bu imtahanı yeni vaxtda verəndə bu deyil, Azərbaycan dili asandır, ədəbiyyat asandır, niyə tarix çətindir? Ziddiyyət olmasın, bu cür mübahisələr olmasın deyə nələrə diqqət yetirməliyik? Nəyə diqqət yetirməliyik? Bu imtahanın məqsədi abituriyentləri sıralamaqdır. Abituriyenti sıralamaq üçün burada heç olmasa bir 8-9 dənə çətin sual olmalıdır. Çətin sual isə o sualdır ki, ona ən çoxu 30% cavab verə bilər. Yəni 20, 25, 30% arasında. Buradan da belə nəticə çıxır ki, bu 8-9 nəfəri cavablandıran ən çoxu 30%-dir. Yəni bu çətin suallar məqsədli şəkildə salınır. Əlbəttə, bu sıralama üçün 70%, Xeyr, vaxtımız artıq yekunlaşır. 70% buna cavab vermir deyə. Bu 70% müəllimlər ki, o deyirlər, indi tarix fənninin burada çəkisini artıraq, sən tarix müəllimisən. Onu deməyin o qədər də... Baxın, biz bir qədər əvvəl qeyd elədik ki, həmin o sualları tərtib edən işçi qrupu, müəllim heyəti və görüş olarsa və yekunda hansısa sualla bağlı abituriyentlərin lehinə qərar qəbul oluna bilərmi? Sübuta yetirirlərsə ki, səhvdir. Biz bu həftənin 4-cü günü, biz hər həftənin 4-cü günü tarix fənninin günüdür. 4-cü gün mən, rast gündür burada belə üzr istəyirəm, indi məsələ belə oldu. Müzakirə yaranır, mübahisə 4-cü gün yaranır. mən bizim dimin ekspertlərini və sizi dəvət edirəm. Gəlin, biz orada oturaq. Bu kameradan kənar, daha rahat şəraitdə hər şeyi Amma biz müzakirə edirik. belə müzakirənin gedişində hiss elədik ki, hamı kifayət qədər rahat idi. Bəli. Hansısa fikir səsləndirməyə də problem yaşamadı. Vaxtımız yekunlaşır Sərvər müəllim. Əziz tamaşaçılar, Sabah Saxlamaya studiyasında tarix müəllimləri ilə Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, eyni zamanda daha bir tarix müəlliminin müzakirəsinə şahidlik olduq. Təbii ki, bu müzakirələr üçün, belə mübahisəli məsələlər üçün saatlarla müzakirə davam etməlidir və saatlarla efirlər ayrılmalıdır. Təbii ki, Sabah Saxlamaya necə deyirlər, ötürməliyikdir Dövlət İmtahan Mərkəzinə, orada müəllimlər həmin bu müzakirələrin davamını edəcəklər. Biz isə sabah eyni vaxtda, amma fərqli mövzuda görüşəcəyik. Hələlik.